Ümumiyyətlə bugün mətbəxdə çox işim var və ona görə, düzü də ona görə vlog çəkmək istədim ki, hazırladıqlarımı sizlərə də göstərim. Əvvəlcə yemək hazırladım, daha sonra isə çox dadlı bir pirajki hazırlayacağım sobada. Mütləq sona qədər izləyin ki, onun da hazırlanma prosesini görəsiniz. Bu yeməyə biz tərəflərdə sıyıq deyilir, göyərtidən hazırlanır. Yaz və yay aylarında daha çox hazırlanan və evimizdə sevimli yeməklərdən biridir. Mən özüm çox da sevmirdim əvvəllər, daha sonra ailə üzvlərim xoşladığı üçün, tez-tez hazırlamalı olduğum üçün artıq özüm də sevməyə başlamışam. Hazırlanma qaydası çox sadədir. Əvvəlcə soğanı qovururuq, içərisinə doğranmış göyərtilər, düyü və zövqə görə duz istiot əlavə edirik və çox ləzzətli, dadlı, əsl yaz yeməyi alınır. Daha sonra mən gedirəm, qızımı bağçadan götürürəm və birlikdə şahmata gedirik. Şahmat məktəbindən kadrlar çəkmədim, çünki orada başqa uşaqlar da var, onların görünməsini istəmirəm.